Gürcüstan Müsəlmanları İdarəsi Şərqi Gürcüstan üzrə müfti seçkilərinə hazırlaşır. Seçkilər dekabrın 20-sində Şərqi Gürcüstan Müftiliyinin şurasında keçiriləcək. Aktualcıya açıqlama verən idarənin katibi Oqtay İsayev bildirib ki, müfti 21 nəfərlik şura tərəfindən seçiləcək. Hazırki mərhələdə yeganə namizəd mövcud müfti Etibar Eminovdur. Karelinin kəndlərindən birində uşaq bağçasında 3 yaşına qədər olan uşağın üzərinə şkaf aşıb. Xəsarət alan uşaq təcili xəstəxanaya aparılıb və əməliyyat olunub. Hadisədən sonra tərbiyəçi işdən azad edilib, lakin o bildirib ki, işdən çıxarılması qanunsuzdur və bu qərardan şikayət verib. Yeni il ərəfəsində artan tələbatla bağlı Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün şirniyyat mağazalarında dövlət nəzarətini gücləndirib. Obyektlərdə sanitariya gigiyena vəziyyəti, istifadə olunan inventar, qidaların hazırlanma və saxlanma şəraiti, eləcə də xammalın istifadə müddətləri ciddi şəkildə yoxlanılır.